Və fikir verin, səbr məqamı, bax, dəvət məqamında dedik ki, səbr lazımdır. Elmdə də, əməldə də, dəvətdə də səbr lazımdır. Və sən dəvət edəndə həm dəvətivə görə savab qazanırsan, insanlara haqqı çatdırmağına görə və həmçinin də səbrivə görə. Həm səbrə görə, həm dəvətə görə savab qazanırsan. Və dəvət o demək deyil ki, dərhal nəticə gözləməlisən. Yəni, mən dəvət edəm, o mütləq gəlməlidir. Yox, səndən tələb olunan nədir? Haqqı çatdırmaq. Öyrəndiyin elmi əməl eləmək və çatdırmaq. Bizdən tələb olunan budur. Hidayət vermək bizim işimiz deyil. Hidayət kimdəndir? Allahdandır. Hidayət verən Allahdır. Ona görə keçən dərsdə dedik ki, İbrahim aleyhisselam, Allah subhanahu wa ta'ala deyir ki, İnnə İbrahimə kənə ümmətən qanitən lillahi hanifən və ləm yəkun minəl müşrikin. İbrahim ümmət idi. Ümmət adlandırır Allah subhanahu wa ta'ala onu. Yəni, hənif, qanit, yəni itaətdə davamlı olan, hənif, müşriklərdən, şirkdən uzaq olan, müşriklərdən deyildi. Allah subhanahu wa ta'ala onu ümmət adlandırır. Baxmayaraq ki, İbrahim aleyhisselam tək idi. Elə deyilmi? Və bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Uridət aleyyəl uməmu." Mənə ümmətlər göstərildi. Deyir, raht gör. Raht da nə deməkdir? Raht odur ki, yəni 10-a qədər olan say. Yəni birdən 10-a qədər say. 5 ola bilər, 7 ola bilər. Belə bir raht göstərildi mənə. Peyğəmbər göstərildi ki, yanında bir nəfər və yaxud 2 nəfər var idi. Və nəbiyyu və ma'ahu raculun və raculan. Bir və yaxud 2 nəfər. Fikir ver, Peyğəmbər yanında 2 nəfər. O boyda dəvət edib 2 nəfər gəlir. Və nəbiy leysə ma'ahu ahad deyir. Və Peyğəmbər onun yanında heç kəs yoxdur. Rəsul gələcək, Peyğəmbər gələcək, Nəbi gələcək, dəvət eləyib, amma heç kəs cavab verməyib. Təkdir. Sonra qara bir şey gördüm, deyir, göstərildi mənə. Elə bildim ki, yəni, onlar mənim ümmətimdir, deyir. Fəzanəntu ümməti. Dedilər ki, yox, o Musanın ümmətidir. Və daha sonra yenə deyir, qara bir şey göstərildi, yəni insanlar. Dedilər, bunlar sənin ümmətindir. Və onların arasında 70 min sorğu sualsız cənnətə girənlər olacaq. Yəni, buradan fayda nədir? Fikir ver. Rəsullar dəvət eləyir, nəbilər dəvət eləyir, elə nəbi var ki, heç adam yoxdur yanında. O deməkdir ki, onun dəvəti zəif idi. Yox. Hidayəti verən Allahdır. Bizim işimiz nədir? Deməkdir. Sən dedinsə, haqqı çatdırdınsa, əlhəmdülillah. Sən dəvət elədin və o əcri qazandın. O əcri qazandın, dəvət əcrini. Sənə artıq əksik söz desə, səbr eləyirsən, səbrə görə də qazandın. Həm dəvətivə görə, həm səbrivə görə. Ona görə dəvəti dayandırmaq olmaz. Hamımız dəvət etməliyik. Və dəvət alimlərin üzərində olan bir şey deyil. Tək alimlər, tək elm tələbələri. Yox, bunu hamı etməli. Yəni, qonşu, evindən başlamalısan, qohum, qonşu. Yox, hamının iş yerində, yəni, hikmətlə, elmlə dəvət eləmək lazımdır və səbr etmək lazımdır buna.